Keçmiş zamanlarda bir oğru bir yerdən pul oğurlayır. O biri oğru da samanlıqdan saman oğurlayır. Hər ikisini də yaxalayıb qazinin qulluğuna aparırlar. Qazi pul oğurlayanı özgür buraxıb, saman oğrusun 2 il dustluğa məhkum edir. Saman oğurlayan məhkəmədə bir qocadan soruşur: "Nədən qazi pul oğurlayanı özgür buraxdı, amma biraz saman oğurlayan məni 2 il dustluğa məhkum etdi?" Qoca deyir: "Axı qazi saman yeməz.